Salam əziz müəllimlər. Bugünkü buraxılışımız metodika və pedaqogikaya həsr olunur. Aynur Rüstəmovanın təqdimatında təlim metodlarının effektiv seçilməsi mövzusunda danışacağıq. Salam Aynur xanım. Salam, xoş gördük. Aynur xanım, təlim metodlarının düzgün seçilməsi nə üçün vacibdir? Xoş gördük Pərvinə xanım, izləyicilərimizi salamlayıram. Bildiyimiz kimi dərsin bir neçə əsas məqamı var. Bu dərsin məqsədinin müəyyənləşdirilməsi, ən vacib məqamlardan biri, qiymətləndirmə meyarlarının müəyyənləşdirilməsi, öyrənmə fəaliyyətinin müəyyənləşdirilməsi, şagirdlərin dərsə cəlb olunmasının təmin edilməsi, refleksiyanın aparılması və s. Bugün biz öyrənmə fəaliyyətinin düzgün təşkil olunmasından danışacağıq. Yəni, müəllim nə üçün təlim metodlarını düzgün seçməlidir? Bunun üçün nəyə diqqət yetirməlidir və düzgün seçilərsə nə ilə nəticələnər, düzgün seçilməzsə bu nə ilə nəticələnər? Bu barədə biz danışacağıq. Müəllimlərin təlim metodlarının düzgün seçilməsi müəllimin məqsədinə effektiv şəkildə çatması ilə nəticələnir. Buna görə də müəllimlər təlim metodlarını seçmək üçün bəzi məqamlara mütləq şəkildə diqqət yetirməlidirlər. Bunlar hansılardır? Təlim məqsədləri, qiymətləndirmə meyarı bu bütün prosesin əvvəlində gedən bir məsələdir. Məsələn, bugün üçün müəllim təlim nəticəsi müəyyənləşdirmişdir ki, şagirdlərdə şifahi nitq bacarıqları formalaşdıracaq və qiymətləndirmə meyarını əsaslandırma bacarığı götürmüşdür. Bunun üçün biz, məsələn, fərdi iş üsulundan istifadə edə bilmərik. Çünki fərdi işdə şagirdlər arasında ünsiyyət, fikir əsaslandırma daha məhdud şəkildə aparılır. Mümkün deyilmi? Mümkündür. Amma effektivdirmi? Effektiv deyil. Bu məsələyə ona görə diqqət yetirmək lazımdır. Və yaxud da ki, məsələn, biz əgər nəzərdə tutmuşuqsa ki, şagirdlərdə oxuyub anlama bacarığını formalaşdıraq, onda biz debatları bu dərs üçün təşkil edə bilmərik. Qiymətləndirmə meyarının və təlim məqsədinin nəzərə alınması bu nöqteyi nəzərdən çox əhəmiyyətlidir. Bundan əlavə, şagirdlərin fərdi xüsusiyyətləri, onların öyrənmə tərzləri, öyrənmə intellektləri, maraq dairəsi nəzərə alınmalıdır. Müəllim həmişə eyni tipli tapşırıqlar və yaxud eyni öyrənmə tərzinə rahat gələn, uyğun gələn tapşırıqlardan istifadə etməsi doğru deyil. Müxtəlif öyrənmə tərzlərinə, şəxsiyyət tiplərinə yönələn iş formaları, təlim strategiyaları seçilməlidir. Bundan əlavə, müəllim şagirdlərin xüsusiyyətlərini daha necə nəzərə ala bilər? Məsələn, biz bilirik ki, introvert şagirdlər var ki, onlar komanda şəklində işləməyi sevmirlər. Biz onlarda əməkdaşlıq bacarığını inkişaf etdirməməliyikmi? İnkişaf etdirməliyik. Ona görə layihələr olanda, qrup işləri verəndə biz həmin şagirdləri prosesə cəlb edirik. Amma biz şagirdi tanıyırıq, bilirik ki, bir müddətdən sonra bu şagird qrupda, komandanın içində sıxılacaq. Onda biz icazə veririk ki, şagird 5 dəqiqə kənara çəkilsin, fikirlərini toplasın, özü öz düşüncələri ilə rahatlansın, sakitləşsin və daha sonra yenidən komandaya qayıtsın. Bax, fərdi xüsusiyyətlərin nəzərə alınması deyiləndə bu kimi məsələlər nəzərdə tutulur. Şagirdlərin yaş və idrak səviyyəsi. Məsələn, biz bilirik ki, ibtidai sinif şagirdləri fikri əsaslandırmaq, arqument gətirmək, bu kimi bacarıqlar onlarda hələ formalaşmır. Mümkün deyilmi? Mümkündür. Sadəcə onların öz səviyyəsində. Məsələn, hansısa nağıl personajından xoşum gəldi, çünki filan qəhrəmanlığı etdi bu şəkildə. Amma biz onu həyatla əlaqələndirmək, həyatdan arqumentlər gətir, fikrini əsaslandır, bu şəkildə fəaliyyət istəyə bilmərik. Və aşağı siniflərdə debatların normal debatın tələblərinə uyğun şəkildə təşkil edilməsi qeyri-mümkündür. Debat təşkil edə bilərikmi? Edə bilərik. Amma şagirdlər üçün, ibtidai sinif şagirdləri üçün çox sadə şəkildə, əsaslandırma çox sadə, onların öz həyat təcrübəsi, kiçik həyat təcrübəsinə əsaslanan və yaxud oxuduğu informasiya əsaslanan bunu edə bilərik. Amma debatın tələbi nədir? Şagirdlər araşdırma aparmalıdır, fikri təsdiq edən arqumentlər gətirməlidir və ya əks arqumentlər gətirməlidir. Bunu ibtidai sinif şagirdinə vermək mümkün deyil. Bundan da danışanda bu cür məsələlər nəzərdə tutulur.
Şagirdlərin hazırlıq səviyyəsi. Məsələn, biz istər ibtidai siniflərdə, istər yuxarı siniflərdə kiçik qruplarla iş formasını nəzərdə tuturuq. İbtidai siniflərdə, məsələn, 1-ci sinifdə biz kiçik qruplarla iş təşkil edə bilmərikmi? Bilərik. Lakin müəllim bilməlidir ki, onun birinci dəfə, ilk dəfə təşkil etdiyi bu fəaliyyət həmin gün uğurlu alınmaya bilər və %100 uğurlu alınmayacaq. Çünki şagirdlər arasında hələ əməkdaşlıq, ünsiyyət, ümumiyyətlə komandada işləmək anlayışı demək olar ki, yox dərəcəsindədir. Və müəllim bunu edir, onu nəzərə alaraq ki, mən uğur qazanmayacağam, növbəti dəfələrdə bunu təkrarlamalıyam. Bax, bu hazırlıq dərəcəsi deyəndə bu nəzərdə tutulur. Və yaxud bayaq çəkdiyim misal ki, məsələn, biz aşağı sinif şagirdlərinə, yuxarı sinif şagirdlər üçün verdiyimiz mövzuları, tələbləri, bacarıqları istəyə bilmərik. Şagirdlərin hazırlıq səviyyəsinin nəzərə alınması bunu ehtiva edir. Fənnin xüsusiyyətləri. Hər fənnin öz spesifik xüsusiyyətləri var və bunun üçün də müxtəlif metodlar var. Bəli, elə bacarıqlar var ki, problem həll etmədir, tənqidi təfəkkürdür. Bu bütün fənlərdə formalaşır. Biz riyaziyyatda da problem həll etmə, tənqidi təfəkkür, şagirdin yaradıcı düşünməsini formalaşdırırıq. Azərbaycan dili dərsində də bunu edirik. Amma hansı metodlarla edirik? Məsələn, biz bütöv riyaziyyat dərsini və yaxud riyaziyyat dərsinin bir neçə saatını debata və yaxud müzakirəyə həsr etmirik. Amma Azərbaycan dili dərsində biz bunu edə bilərik. Nə üçün? Çünki debatda biz şagirdlərin şifahi nitq bacarıqlarını, ünsiyyət bacarığını, fəal dinləmə bacarığını və s. bu kimi bacarıqları formalaşdırırıq ki, ondan istifadə edərək riyaziyyat sinifdə debat təşkil edə bilər. Amma bu, hər hansı bir tapşırığın, qaydanın, məsələn, həlli yolunun təsdiqi və ya təkzibi üçün ola bilər. Bu, çox qısa müddətli əslində arqument və əks arqument gətirməklə olar. Bacarıqlar formalaşır Azərbaycan dili dərsində, onu istifadə edilir riyaziyyat dərsində. Onun miqyası artıq burada özünü göstərir. Yəni, biz riyaziyyat dərsində bir neçə dərsimizi debata həsr edə bilmərik. Çünki riyaziyyatın formalaşdırdığı bacarıqların içində problem həll etmə dayansa da, riyaziyyatın əsas məqsədi şifahi nitq bacarığını formalaşdırmaq deyil. Formalaşdırılan bacarıqlar mütləq şəkildə nəzərə alınmalıdır. Əgər biz şagirdlərdə fəal dinləmə bacarığı formalaşdırırıqsa, biz şagirdə hər hansı bir oxuduğun informasiya əsasında esse yaz tapşırığı verə bilmərik. Çünki burada dinləmə prosesi yoxdur və şagirddə fəal dinləmə bacarığı formalaşmayacaq. Biz burada şagirdə informasiyanı dinləyib, qeydlər aparmaq və yaxud müzakirə, debat təşkil edə bilərik. Hansında ki, qarşılıqlı dinləmə, qeyd götürmə, fikir ifadə etmək, bacarıqları və eyni zamanda şagirdin dəyərləri, qarşı tərəfin fikrinə hörmət etmək və s. bu kimi dəyərlər formalaşır. Resurslar. Müəllim hər hansı bir iş formasından və yaxud hər hansı bir təlim metodundan istifadə edərkən resursu nəzərə almalıdır. Məsələn, əgər biz praktiki işlər həyata keçiririksə, biz praktiki işlərin yetirilməsinə xidmət edən metodlardan istifadə edə bilərik. Əgər, məsələn, müəyyən səbəbdən bizə lazım olan hər hansı bir kimyəvi maddə və yaxud hər hansı bir fizika ilə bağlı olan hər hansı bir alət bizdə yoxdursa, biz həmin bacarıqla bağlı olan, həmin praktik biliyi şagirddə formalaşdıran iş üsulunu sadəcə yazmaq xətrinə planlaşmaya sala bilmərik. Resurslar nəzərə alınmalıdır deyəndə bu nəzərdə tutulur. Bir də bundan əlavə şagirdin özünün də istifadə edəcəyi resurslar nəzərdə tutulur. Məsələn, biz biliriksə ki, şagird evdə internetdə araşdırma apara bilməyəcək. Ola bilər insanın evində internet yoxdur. Biz şagirdə internet resursları verib sən nə olursansa ol, mütləq bu araşdırmanı aparmalısan deyə bilmərik. Amma biz o şəraiti məktəbdə ona yarada bilərik.
Ona görə resurslar mütləq şəkildə nəzərə alınmalıdır və şagirdlərdən alınan əks əlaqə. Bu da çox vacib məsələdir. Müəllim hər hansı bir iş formasını, təlim metodunu həyata keçirəndən sonra mütləq şəkildə şagirdlərin fikrini öyrənməlidir, onlardan əks əlaqə almalıdır, nəyi qazanıb, nəyi qazanmadıqlarını ölçməlidir, refleksiya etməlidir ki, növbəti fəaliyyətini planlaşdıra bilsin. Öyrənmə metodlarının kateqoriyalarından danışanda biz bəzi məqamları mütləq şəkildə toxunmalıyıq. Müəllim mərkəzli və yaxud müəllim yönümlü öyrənmə metodları var, şagird yönümlü, şagird mərkəzli öyrənmə metodları var, yüksək texnologiyalı dərslər var. Müəllim yönümlü təlim modelinə xidmət edən strategiyalar, bunlar daha çox mühazirə tipli dərslər və yaxud hər hansı bir işi nümayiş etdirən dərslərdir. Bu daha çox şagirdin yox, müəllimin fəaliyyətinə yönələn dərslərdir. Yəni burada müəllim hər hansı bir informasiyanı ötürür, informasiyanın qədərini müəllim müəyyənləşdirir və yaxud hər hansı bir prosesi əyani şəkildə nümayiş etdirir. Məsələn, texnologiyadan şagirdlər bir yemək hazırlayırlar və yaxud hər hansı bir əşya düzəldirlər. Müəllim onu real şəkildə onu göstərir. Bu video resursla da ola bilər, canlı şəkildə özü tərəfindən də icra olunan bir fəaliyyət ola bilər. Şagird yönümlü təlim modelinə yönələn strategiyalar. Bura interaktiv təlim metodlarının demək olar hamısını aid edə bilərik. Rollu oyunlardır, simulyasiyalardır, müzakirələr, debatlar və s. Yüksək texnologiyalı dərslər bu elektron və rəqəmsal texnologiyaların tətbiqi ilə qurulan dərslərdir, tərs sinif modelidir və s. Müəllimlər bayaq bizim sadaladığımız məqamlara diqqət yetirərək, onları nəzərə alaraq, müəllim öz dərsində bu metodlardan birini seçə bilər. Metodların hər birinin öz üstün cəhəti var. Elə informasiya var ki, o mühazirə üsulu ilə veriləndə daha səmərəli olur. Elə informasiya var ki, o layihə şəklində öyrəniləndə daha faydalı olur. Burada müəllimdən tələb olunan şey odur ki, müəllim dərsin məqsədinə görə və bayaq sadaladığımız xüsusiyyətləri nəzərə alaraq hansı metodun daha səmərəli olduğunu müəyyənləşdirsin və onu dərsində tətbiq etsin. İndi isə gəlin təlim metodlarını müqayisə edək və onların nə qədər effektiv, hansı auditoriya üçün uyğun olub-olmadığı haqqında bir informasiyanı paylaşaq ki, müəllimlər üçün faydalı olsun. Müəllimlər öz fəaliyyətlərində dərs planlaşmasında bundan istifadə edə bilsinlər. Mühazirə metodu. Cəlb olunması aşağı və ya aşağı ortadır. Biz Edgar Dale'in təlim piramidasından bilirik ki, insan informasiyanı sadəcə dinləyəndə onun öyrənmə prosesi yalnız 5% olur. Və ona görə də mühazirədə şagirdlərin prosesə cəlb olunması aşağı və ya aşağı orta olur. Effektivliyi nəzəriyyə üçün uyğundur. Məsələn, elə informasiya var ki, bu sırf nəzəri informasiyadır, deklarativ bilikdir və şagird bunu bilməlidir. Bunun üçün uyğundur. Amma pasiv metoddur. Yəni, burada şagirdin aktivliyi, interaktiv dərs məsələsi yoxdur. Uyğunluğu biz artıq dedik. Lazım olan resurslar üçün, bunun üçün sadəcə auditoriya lazımdır. Yəni, sinif otağının olması belə vacib deyil. Sadəcə səni dinləyən şəxsin olması bəs edir. Nümayiş metodu. Burada orta və ya orta yüksəkdir. Yenə də Edgar Dale'in təlim piramidasını xatırlasaq, biz görəcəyik ki, şagird bir şeyi görərkən onun öyrənmə faizi biraz yüksəlir və ona görə də cəlb olunma səviyyəsi orta yüksəkdir. Effektivliyi hansı şərait üçün bu effektivdir? Praktik işlər tələb edən dərslərdə effektivliyi yüksəkdir. Bayaq bizim misal çəkdiyimiz kimi texnologiya dərslərində ola bilər, fizika dərsində hər hansı bir alətin istifadəsi olsun, ola bilər kimya dərsində hər hansı bir reaksiyanın aparılması olsun və s. Əgər dərsimizin məqsədi budursa, bizim nümayiş metodundan istifadə etməyimiz səmərəli ola bilər, yüksək effektivli ola bilər. Uyğunluğu fəndən asılıdır. Lazım olan resurslar da, yəni bu hər fənnə görə uyğun olaraq əlinin altında olan və istifadəsi mümkün olan resurslar nəzərdə tutulur. Diskussiya, müzakirə, orada cəlb olunma həmişə yüksək olur. Çünki şagirdlər adətən fikir söyləməyə, fikir yürütməyə, hər hansı bir fikri əsaslandırmağa meyilli olurlar və
bu proses başlayan kimi sinifin ən pasiv şagirdi belə prosesə qoşulmağa can atır. Burada artıq müəllimdən tələb olunan və gözlənilən performans odur ki, şagirdin o təşəbbüsünü dəstəkləsin və ona əksinə kömək eləsin, şərait yaratsın. Burada tənqidi təfəkkür və ünsiyyət inkişaf edir, şifahi nitq bacarıqları inkişaf edir. Bu müxtəlif mövzular üçün istifadə edə bilərik və hər dəfə effektivliyi çox yüksəkdir və burada da lazım olan resursumuz aşağıdır. Yəni bizə auditoriya lazımdır və bir moderator lazımdır, hansı ki müzakirəni və ya debatı idarə etsin. Layihə əsaslı burada da cəlb olunma yüksəkdir. Effektivliyi odur ki, burada bir çox bacarıqlar formalaşır və lazım olan resurs da orta və ya orta yüksəkdir. Yəni buna zaman lazımdır, buna müxtəlif materiallar lazımdır, müzakirələr çox zaman aparır və s. və müxtəlif resurslar lazımdır. Rəqəmsal alətlərlə öyrənmək. Burada da cəlb olunma orta və ya orta yüksək olur. Çünki şagirdlər rəqəmsal alətlərə daha çox meyilli olurlar və elektrondan öyrənməyə daha çox meyilli olurlar. Burada müstəqil öyrənmə bacarığı formalaşır. Dünyanın istənilən yerinə qoşulma imkanı olduğu üçün uyğunluğu yüksəkdir və lazım olan ən əsas resurs rəqəmsal alətlərin olmasıdır. Yəni hər hansı bir proqramın mövcudluğu, ən sadə internet qoşulmasının olması və s. Təhsil sinif modeli burada da cəlb olunma yüksəkdir. Burada da müstəqil öyrənmə, burada daha dərin öyrənmə prosesi baş verir. Çünki şagirdə informasiya verilir, üstəlik araşdırma verilir, o informasiyaların birləşdirilməsi və daha sonra sinifdə müzakirəsi nəzərdə tutulur. Təhsil sinif modelində onlayn və canlı dərs birləşir, bir hibrid forma almış olur. Lazım olan resurslar da yenə də burada texnologiyalar lazımdır mütləq şəkildə. Yenə deyirəm, ən azı internet qoşulması lazımdır və əlbəttə ki, şagird buna istədiyi yerdə, istədiyi rahat şəkildə evdən, nə bilim, gəzməkdən qoşula bilər. Yəni xüsusi sinif otağına ehtiyac yoxdur. Biz bir neçə metodun effektivliyindən, uyğunluğundan və cəlb olunmada nə dərəcədə rol oynamasından danışdıq. Bu müəllimlərə sadəcə bir nümunə xarakteri daşıyır ki, digər metodlardan da istifadə edərkən, seçərkən bu şkalalarla o öz həmin seçdiyi metodu dəyərləndirə bilər və onun nə dərəcədə faydalı olub-olmadığını müəyyənləşdirə bilər. Nurxan, bayaqdan təlim metodlarından danışırıq, ətraflı informasiya vermisiniz. İndi isə gəlin iş formalarından danışaq. Birgə öyrənmə, yoxsa fərdi öyrənmə? Bu necə seçilməlidir? Birgə öyrənmə, yoxsa fərdi öyrənmə, bu da bizim sadaladığımız təlim məqsədi nəzərə alınmaqla, qiymətləndirmə meyarı nəzərə alınmaqla, formalaşdırılan bacarıqlar, sinifin hazırlıq səviyyəsi və s. kimi detallar nəzərə alınaraq seçilməlidir. Hər iş formasının özünün üstünlüyü və çatışmayan cəhətləri var. Və biz yuxarıda sadaladığımız xüsusiyyətləri nəzərə alaraq dəyərləndirmə aparmalı, ondan sonra iş formasını müəyyənləşdirməliyik. Məsələn, dərslərdə bizim tez-tez müşahidə etdiyimiz nədir? Məsələn, bəzən müəllim qrup işi verir və qrup işinə verilən tapşırıq sadəcə mətndən hansısa informasiyanın müəyyənləşdirilməsi olur. Sual yaranır ki, nə üçün məhz qrup işini bu tapşırıq üçün effektiv hesab edirsən? Müəllimlərin adətən cavabı belə olur ki, informasiya müəyyənləşdirmək üçün şagirdlər bir-birinə ünsiyyət qururlar və bir-birlərinə fikir paylaşımı edirlər. İndi gəlin biz bunun belə deyim, əks situasiyasına baxaq. İnformasiyanın müəyyənləşdirilməsi elə bir bacarıqdır ki, şagird bunu özü fərdi şəkildə oturub işləyə bilər. Qrup işi yalnız o vaxt səmərəli ola bilər ki, biz o informasiya müəyyənləşdirəndən sonra şagirdlərin hər hansı bir diskussiya tapşırığını onlara verək. Əgər tapşırıq yalnız bununla kifayətlənirsə ki, informasiyanı müəyyənləşdir və mənə de, burada heç bir əməkdaşlıqdan, ünsiyyətdən söhbət gedə bilməz. Hamı sakitcə oturacaq, informasiyanı oxuyacaq, lazım olan informasiyanı müəyyənləşdirəcək və soruşacaq ki, səndə mi bu informasiyanı tapdın? Bəli, tapdım. Bu əməkdaşlıq və ya ünsiyyət hesab edilmir. Amma biz informasiya müəyyənləşdirəndən sonra o informasiya ətrafında bir fikir yürüdülməsini istəsək,
Burada müxtəlif nöqteyi nəzərlərin formalaşması, bir məsələyə müxtəlif nöqteyi nəzərdən baxma, ünsiyyət, fikir bildirmə, qarşı tərəfin fikrinə hörmətlə yanaşma, bu proseslər getdiyi halda qrup işi səmərəli hesab edilə bilər. Ona görə də qrup işlərinin verilməsi zamanı, ümumiyyətlə fərdi işlərin verilməsi zamanı mütləq şəkildə formalaşdırılan bacarıqlar, təlim nəticələri nəzərə alınmalıdır. Müəllimlərə belə bir cədvəl təqdim edirik. Bəlkə də müəllimlər üçün bu yeni deyil. Sadəcə kömək məqsədi ilə ki, bundan istifadə edərək öz dərslərində mən hansı iş formasına müraciət etsəm səmərəli olar deyə bir dəyərləndirmə apara bilərlər. Məsələn, qruplarla və cütlərlə işdə üstünlük nədən ibarətdir? Burada şagirdlərin əməkdaşlıq və komandada işləmək bacarığı inkişaf edir, problem həll etmə, ünsiyyət, müxtəlif nöqteyi nəzərin müzakirəsi üçün şərait yaranır, iş prosesi yüngülləşir, çünki ümumi bir işin hərəsini bir adam görür və sonra onu biz ortaq nöqtəyə gətiririk və cəlb olunma motivasiya yüksəlir. Çünki hamı çalışır ki, öz payına düşən işi icra etsin ki, çünki böyük bir işi təhvil verməlidirlər, komandanın adına olan işi təhvil verməlidirlər. Əlbəttə ki, istənilən prosesin çatışmayan tərəfləri də var. İdeal proses yoxdur. Burada məsəl üçün diqqətdən qaçan məqamlar ola bilər. Kimsə kiminsə hesabına vəziyyətdən çıxa bilər. Kimsə çox çalışar, kimsə az çalışar. İştirakçılar arasında konflikt yarana bilər. Bir daha xatırladım. Onlar uşaqdılar, şagirddirlər və birinin sözü o birinin xoşuna gəlməyə bilər və yaxud vəzifə bölgüsü kiminsə xoşuna gəlməyə bilər və bunu çox kobud şəkildə ifadə edə bilər və s. Müzakirələr çox zaman ala bilər. Çünki hərənin bir fikri var, hamı dinləməlidir, fikir bildirməlidir və s. Və qiymətləndirmədə müəyyən çətinliklər yarana bilər. Amma çatışmayan cəhətləri olduğuna görə biz bu üsuldan istifadə etməməliyikmi? Bu iş formasına istifadə etməməliyik? Belə bir məsələ yoxdur. Onun qazandırdıqları çatışmazlığından daha çox olduğu üçün uyğun tapşırıqda, uyğun bacarıqda, uyğun təlim nəticəsində mütləq şəkildə qrup işindən və ya cütlərlə iş formasından istifadə etmək lazımdır. Amma bir daha vurğulayıram, tapşırıqlara, bacarıqlara və təlim nəticəsinə diqqət yetirilməlidir. Fərdi işin üstünlüyü nədir? Bu introvert şagirdlər üçün çox uğurlu seçimdir. Onlar sakitcə fikirlərini toplayaraq, bütün diqqətlərini konsentrasiya edərək işlərini görürlər. Ümumiyyətlə ekstrovert belə fərdi iş görəndə o bütün diqqətini həmin işin icrasına yönəldir. Şagirddə daxili intizam formalaşır, çünki o özünü şəxsi, fərdi məsuliyyət daşıyır ki, mən bu işi təhvil verməliyəm. İşi özünə uyğun şəkildə, istəyir özünə uyğun tempdə, istəyir özünə uyğun formada, özünə uyğun saatda icra edir. Konflikt olmur, çünki o təkdir və fərdi xüsusiyyətlərin və bacarıqların, nailiyyətlərin ölçülməsi daha rahat olur müəllim üçün. Amma çatışmayan tərəfləri də əlbəttə ki var. Çünki burada müzakirə yoxdur, ünsiyyət yoxdur, sənin fikri və verilən əks əlaqə yoxdur, dəstək yoxdur. Bilmirsən ki, gördüyün iş doğrudurmu, gözündən qaçan nəsə bir məqam olubmu? Məsələn, komanda işində şagirdlər bir-birlərinə əks əlaqə verilir. Bunu unuttun, bunu da düzəlt, buna baxmaq lazımdır və s. Burada bu imkan yoxdur, bu proses getmir. İzolyasiya olunmaq hissi şagirddə formalaşa bilər. İşin ağırlığı yalnız bir nəfərin üzərinə düşür. Kommunikasiya və əməkdaşlıq bacarığı da formalaşmır. İndi biz deyə bilərikmi, bu çatışmayan cəhətlərinə görə biz fərdi işə heç vaxt müraciət etməməliyik? Əlbəttə ki, yox. Yenə də təlim məqsədinə, formalaşdıran bacarığa, şagirdin yaş səviyyəsinə, onun hazırlıq səviyyəsinə, fərdi xüsusiyyətinə və s. nəzər olaraq lazım olan məqamda fərdi işdən də istifadə etmək lazımdır. Fərdi iş interaktiv ola bilərmi? Bəli. Çünki prosesi interaktiv edən bizim verdiyimiz tapşırıqlar, bizim verdiyimiz suallardır. Biz şagirdi düşündürə bilərik, biz şagirdə əzbərə yönəlik tapşırıqlar verə bilərik. Fərdi iş də interaktiv olur o zaman ki, biz onları düşündürən suallar veririk, biz onları düşündürən fəaliyyətə yönəldirik. Gördüyünüz kimi, təlim metodunun effektiv seçilməsi çox vacib məqamdır. Ola bilər ki, biz dərs üçün çox gözəl təlim məqsədi müəyyənləşdirək, qiymətləndirmə meyarı müəyyənləşdirək, şagirdləri başda dərsə cəlb olunmasını düzgün təşkil edək.
Amma uğurlu seçilməyən metod bizim bütün bu gördüyümüz işin hamısını heç edə bilər. Nəticədə biz nəticəyə gəlib çatmaya bilərik. Və əksinə, uğurlu seçilən metod bizim qarşımıza qoyduğumuz məqsədə çox asanlıqla çatmağımıza kömək edə bilər. Ona görə müəllimlərə tövsiyəmiz ondan ibarətdir ki, dərsi planlaşdırarkən təlim nəticəsi, qiymətləndirmə meyarı, buna uyğun olan mövzunun seçilməsi və öyrənmə fəaliyyətinin düzgün təşkil olunmasına diqqət yetirsinlər və bu tapşırığı verirəm, nə üçün verirəm, hansı məqsədə xidmət edir, bu iş formasından istifadə edirəm, nə üçün məhz bu iş formasından istifadə edirəm, özləri ilə refleksiya aparsınlar və hər dərsin sonunda müəllimin refleksiyası deyilən bir proses var. Müəllim refleksiya edərək, mən bunu planlaşdırmışdım, buna çata bildimmi? Çatdımsa nəyə sağ ol deməliyəm? Çatmadımsa nəyi düzəltməliyəm? Bu refleksiya mütləq şəkildə aparılmalıdır. Belə olan halda dərslərimiz uğurlu və qazancımız da şagirdlər olur. Aynur xanım, mövzu ətrafında ətraflı informasiya verdiniz. İndi isə gəlin düşünək, müəllimlər imtahan zamanı bu mövzu ilə suallarda necə qarşılaşacaqlar? Əvvəlki təcrübələrə istinadən deyə bilərik ki, ümumiyyətlə təlim metodları ilə bağlı suallar da situativ olur. Bu situasiyalar müəllimlərin təlim metodlarının mahiyyətini nə dərəcədə anladıqlarını ölçür, hansı situasiyada hansı metoddan istifadə edib edə bilməyəcəyini müəyyənləşdirməyə xidmət edir və müəllimdən ümumilikdə hansı fikirlərin doğru və ya yanlış olması prosesində metodlarla bağlı suallar və ya cavablar olur və yaxud da ki, dərs planlaşmasının içində müəllimin yanaşmasını ölçən suallar təlim metodları ilə bağlı olur və bizim bu dediklərimiz, danışdıqlarımız müəllimlərin eyni zamanda sinifdə tətbiq etdikləridir. Yenə də müəllimlərə həmişəki kimi tövsiyəm bundan ibarətdir ki, müəllimlər suallara cavab verərkən öz planlaşmaya necə hazırlaşdıqlarını xatırlasınlar. Hər hansı bir metodu sinifdə necə tətbiq edirlər, onun nəticələrini necə görürlər, o metodu necə təkmilləşdirirlər, bunu xatırlasınlar. Belə olduğu halda onlar bu tip suallara çox asanlıqla cavab verəcəklər. Aynur xanım, dediklərinizi ümumiləşdirsək belə qənaətə gələ bilərik ki, təlim metodlarının düzgün seçilməsi şagirdlərdə düzgün bacarıqların formalaşmasına da xidmət edəcək. Bəli, tamamilə doğrudur. Təşəkkür edirik ətraflı informasiya üçün. Ümid edirik ki, müəllimlər üçün faydalı olacaq. Təşəkkür edirəm. Əziz müəllimlər, bizim bugünlük verilişimiz bu qədər. Növbəti buraxılışlarda görüşənə qədər.